Zəhmət olmasa özünüzü təqdim edin. Siz Sərdar Bəyli. Təvəllüdünüz? 23 mart 65-ci. Hər hansı siyasi partiyanın üzvüsünüzmü? Yox. Siz təzyiqin hansı növünə məruz qalmışsınız? Yox. Yalnız rəhbərlik etdiyiniz kütləvi informasiya vasitələrində təzyiq olub, eləmi? Təzyiq, yəni bunun özü təzyiq da. Mən deyiləm, ən dəhşətlisi. Bax, belə o zaman nifrət toplanır mı? Adamlar nə qabağına çıxa bilmirlər, nə də və şans düşür, bir şans. Və onların o bir şansdan bir dəfə yararlanmağı və çox təhlükəli yararlanmağı imkanları var yəni. Heç sizin yazılarınıza görə evə zəng eləyib deməyiblər ki, deyin yazmasınlar, ya da ki, qohumları hansınsa işdən çıxardıblar məsələn? Yox, o vaxt mənə elə bir şey oldu, mən də dərhal qohumlarımı yığdım, hamısına dedim ki, gedin, ya məndən biraz qabaq olmuşdu. Neçənci ildə olar? O jurnalistika ilə bağlı idi, yoxsa vaxtı? Onda təzə hələ jurnalistika, mən hesab edirəm jurnalistika ilə bağlı idi. Mən biraz döyüşdüm, mən mətbuat konferansı keçirdim, falan elədim, o zaman idi. Mən özümə bir gün iş kəsiblərdim. Bu, ən azı, tutaq ki, mənim üstümdə məhkumluqdur, mən heç bir cinayət törətməmişim. Mən nə eləmişəm ki? Mən nə yapmışam? Mən yazı yazmışam, mən düşüncələrimi yazmışam, fikirlərimi yazmışam. Sizin əməkdaşları olan təzyiqlərdən? Fərəməz Novruzlu olmasələ ortadadır. Fərəməz hələ Xural qəzetində işləyəndə, orada da mən mavin idim da. Fərəməzə orada həmən bu maddələrlə iş verilib, o azadlığı məhdudlaşdırma cəzası verilib və Fərəməz o cəzanı çəkirdi. Bu olub haradasa 2005-ci ildə. Xural qəzetində baş redaktor müavin olmuşsunuz. Bir də ondan sonra Notabene. Notabene baş redaktor olmuşum. Gəlmişəm Azad Yeni Fikirdə mavin olmuşam bir müddət. Təzyiqlər kim tərəfindən olub? Deməli, sizdə məmur təzyiq idi. Məmur, siz təsəvvür edin ki, bir qəzetin cəmi 11 sayı çıxmış bir qəzetin, 11 sayı çıxmış. Eyni nömrəsində getmiş 2 yazıya görə fəaliyyətdə olan 2 dənə nazir məhkəməyə çıxır. Bu çox, Azərbaycanda, bəlkə heç dünyada analog olmayan bir olay. Bu məhkəmə, təbii ki, məhkəmə başdan ayağa təzyiqdir. Görün, nə qədər dəhşətli Azərbaycanda məhkəmələr. Fərəməz Novruzlu məhkəmədə mənbələri adını çəkib. Bu məhkəmələr bir dəfə fikirləşməyiblər ki, bu adam adını çəkib bunu, bir çağırsın, soruşsunlar. Və ümumiyyətcə dəhşətli bizim ölkəmiz o qədər, burada heç nə düzdür, heç nə yerində deyil, o qabilinin adında deyil, nə yaman oluruq biz sərtüşəndə yerimiz. Baxın, dəhşətin dərəcəsinə baxın. Bu Nazım Qıraqov adlı bir adam, bunun üstündə ölüm işi var. Bu bizim qəzetdə olan getmişdi, qadının müsahibəsi. Kiyevdə bizim bir biznesmeni öldürmüşlər o vaxtı. Bu birbaşa Nazım Qıraqovun bağlı məsələdir və Kiyevdən rəsmi prokurorluğun məktubu gəlib və məktubu görəndə qurudub ki, sizin oğlunuzu öldürən fələn kəsdir. Bütün bizim fəaliyyətimiz hər zaman bunların birbaşa nəzarətində olub. O sadəcə bir şans idi, Ramiz müəllim başına dönüb. Barmağınla o gladiatorları ki, biz əslində gladiatoruq, bilirsiniz, əslində bütün sözüm sanarında mən hesab eləmərəm ki, belə yazmaq zat loturuqdur filandır. Mən o fikirlərə çox uzaqdır. Mən çox belə real qiymətlərində bir adamım. Mən sadəcə gedə bildiyim qədər getdim bu yolda. Və o zaman ki, gəldi Ramiz Mehdiyev, o gladiatorlar getsinmi, qalsınmı? Barmağını aşağı endirən dərhal məni vurdular. Bizi vurdular, ikimizi birdən vurdular. Yəni o vurmaq sözün birbaşa mənasında yox. Məhkəmədə bizə ən azı yerimizi göstərdilər ki, burada bu ölkənin sahibləri bizik. Əməkdaşınıza hansı yardım göstərdiniz? Hüquqi yardım göstərdiniz? Valla hüquqi yardım göstərmək mənim elə imkanlarım o boyda deyil ki, tutaq ki, mən vəkil tutum filan. Qəzet adına? Özüm bacardığım qədər mən elə vəkilimiz də özümüz elədik. Ondan sonra hakimimiz də özümüz elədik. Vəkil var idi mi? Yox, vəkilimiz olmadı bizim. Yoxdur, yəni vəkil o yerdə olar ki, ağır bir cinayət əməli olur ortada və o cinayətə görə də bu nəsə bir vəkillər adından o işlə məşğuldur. Mən axı cinayət törətməmişəm. Vəkil tutmaq birbaşa özünün günahkar olduğunu etiraf etmək deməkdir. Mənim baxışımdan belə, doğrudan. Qəzetdə onu dəstəkləyən məqalələr çıxdı? Təbii ki, bu məhkəmə olan müddətdən mənim yazılarım olub, İlham Tumasın yazıları olub. Mən bu məhkəmələrin gedişindən bağlı soram. Hətta məhkəmənin stenoqramını dərc eləmişəm. Heç nəyə, heç kim baxmır. Reaksiya verilmir. Bəs onun ailəsinə maddi yardım? Ailəsinə maddi yardım yenə deyirəm. Mənim özümün gücüm çatan dostlarım filan mərtəbəsində nə yapa bildimsə onu yapdım. Artıq zaten mənim gücüm çatmır. Başqa kütləvi informasiya vasitələri tərəfindən şərəf və layiqətiniz təhqir olundu mu? Valla mən eşitdim bir Kaspi qəzetində deyəsən nəsə Fərəməzlə mənim haqqımda nəsə yazmışlar.
Siz bu hadisələrlə əlaqədar Məsul təşkil edir. hüquq mühafizə orqanlarına, məhkəməyə, prezident aparatına, ombudsmana, hamısına müraciət edirsiniz, yoxsa Hamısını eləmişəm. bax, bu rəsmi orqanlar reaksiya verdilər yoxsa yox? Araşdırmadılar. Vallahi reaksiya nədir? Avmusmanın bir dəfə nümayəndəsi olub dadın yanında, Fərəməzin yanında. Yəni bunu açıq eləmirlər, biz nə eləmirlər, onu niyə biz eləmirlər? Çünki mənlə o şeylər keçməz. Amma üstü örtülü skriti, mən 7 ildir daxil qoşunlardan çıxmışam, 7 ildir. Bəli. 7 ildir bu ölkədə mənə iş yoxdur. Siz təsəvvür edin, mən daxil qoşunlardan çıxandan sonra bəli, Azərbaycanın ordu var, filan var, bunun sərhəd qoşunları var, ədliyyəsi var. Bu ölkədə mən iş tapa bilmədim. Və enində sonunda hətta mənim o bayaq dedimə rüşvət də verilmişdi. Ədliyyə nazirində ki, mən gedim, özüm dedim ki, mənə 2 il imkan yarar, 2 il mənim pensiya vaxtım qalır. Gəlim 2 il işləyib çıxıb gedəcəm özüm. 2 ildən sonra mən istəyirəm. Hətta rüşvət də verilmişdi. Və içəri sonuncu instansı girəndə polkovnik qalxdı, bu sənsən. Dedim, nə olub ki mənə? Yanındakı bir nəfər var, dedi, çıxartdı, seyfi açdı, mənə ad göstərdi. Ki, Sərdar Əliyev, Sərdar Məhəmmədoğlu bu ölkədə paqon verilə bilməz. Onu kim yazmışdı, kim qoymuşdu seyfi, mən bilmirəm. O adam məni gözləmirdi ki, məsələn. Aydın. Deyirsiniz ki, xəstəxanadan kağız gəlmişdi də, deməli tibbi ekspertiza deyək ki, rəy var da ki, bu adam xəstədir. Bu adam əməliyyat olub və 3 gün, 15 gündə 3 dəfə məhkəmədən, o da niyə eləmişlər onu? Fərəməzin üstündə iş var idi. Bəli. Və cəmi 3 gün çatmadı ki, Fərəməzin bu məhkəmədə o iş artıq silinsin. Çünki əlavə məhkəmə çıxanda 3 gün çatmadı. Ona görə tələsirdilər ki, o işi də bunun üstə yüklüyüb ona versin, kürəyinə vursunlar. Aydın. Hansısa beynəlxalq təşkilatlar, yerli və beynəlxalq, hüquq müdafiə və jurnalist təşkilatlarına. Mən deyim sizə, mən vaxt dedim, mətbuat şurasına müraciətim olub. Jurnalist təşkilatları mən bilmirəm, hansı jurnalist təşkilatlarında. Sizin uşaqlarla mən o məhkəmə prosesində bir dəfə zadda tanış oldum, nədir o mətbuat konferansı edir. Bəli, bəli. Bir də mən sadəcə təşəkkür edirəm, mən o Leyla Yunus sırf bizim məhkəmə prosesindən bağlı qəzetə bir yazı vermiş və bir dəfə onunla görüşdüm. Yəni elə yazılı müraciətim olmuyor. Hansısa səfirliklərə Hələ yox, mən bax açıq deyim mən sizə. Səfirlərə hələ müraciət olmur, mən çox düşünürəm. Mən bir neçə səfirliyə və üstəlik də ayrıca Tacikistan səfirliyinə, ayrıca Türkmənistan səfirliyinə, ayrıca Qazaxıstan, Qırğızstan səfirliyinə prosta bunları təhqir eləmək üçün müraciət siyasılacaq istəyəcəm orada. Əməkdaşlarınızın sığortası varmı? Hiçbir sığortası yox. Hal-hazırda hər hansı yardıma ehtiyacınız var mı? Bir yardıma da ehtiyacımız var, bir. Çox ciddi maddi yardıma ehtiyacımız var bizim. Hadisədən sonra fəaliyyətinizi davam etdirdinizmi? Bir xeyli gedəbildiyimiz yerə qədər. Hal-hazırda işlədiyiniz müəssisə. Hiç bir müəssisədə işləməm, mən 7 ildir işsizəm Azərbaycan. Zəhmət olmasa bizə koordinatlarınızı deyərdiniz. Mobil telefonunuz var mı? 736 52 65. 055 nəndə bu? Bəli.